Hər kəsə salam, musiqi fənnindən dərslərimizdə qaldığımız yerdən davam edirik. Biz rast muğam haqqında danışmışıq, rast muğamını keçmişik və rast muğam ailəsinə toxunduq. Deməli, rast muğam ailəsində nə var idi? Rastın mayəsi, qatar muğamı, orta mahur, mahur hindi və bayatı qacar. Dərsimiz olacaq bayatı qacar. Deməli, rast ailəsinə daxil olan, amma özünə məxsus qətiyyətli, döyüşkən, bir lirik xarakteri ilə seçilən çox maraqlı bir muğamdır, həm də şöbədir, Bayatı Qacar. İndi bugün biz Bayatı Qacarı dərindən tanıyacağıq, onu çox asan şəkildə başa düşəcəyik. Öncəliklə Bayatı Şirazı keçəndə orada demişdim ki, orada da qabaqda Bayatı sözü var idi. Ümumiyyətlə Bayatı Azərbaycan xalq mahnı və şeir formasıdır. Yəni kökdür də, elə bil ki, digər muğamın adları kimi. Qacar da ki, tarixi tayfa adıdır. Yəni qacarlar olub da əvvəllər bu mənada. Bu intonasiyalarda qədim dövrlərdən xalq arasında yəni bil ki, xalq arasında yaşayan igidlikdir, el havalarıdır, qəhrəmanlıq motivləri ilə sıx bağlı olmuşdu. Ona görə mən bayaq sizə dedim ki, özünə məxsus qətiyyətli döyüşkən əhval-ruhiyyəsi ilə, lirik xarakteri ilə seçilir. Gəl xarakterindən danışaq bunun daha dəqiq. Bayatı Qacar digər rast deməli qollarında da, məsələn, mahur hindidə, qatardakı kimi deyil. O fərqlənir. O döyüşkən, mətin, qürurlu, coşqun, belə insanı ruhlandırıcı bir xarakter daşıyır. Dinləyən insanda o milli ruh hissi oyadır, hünər daxili güc hissi oyadır. Bunun kökü hardan gəlibdir? Rast adına əsaslanır, yəni pərdə etibarilə rast ailəsinin qanunlarına tabedir. Lakin melodik gedişatlarda elə intonasiyalar eşidəcəksiniz ki, orada dərhal başqa qollardan ayıra bilərsən. Birazdan şöbələri də sayacağam sizə. İnfa tərzindən danışaq. O, həm müstəqil, kiçik bir muğam kimi, həm də dəstgah qolu kimi, həm zərb muğam elementləri ilə yəni infa oluna bilər də. Yəni həm dəstgah kimi, həm muğam, həm də ki, zərb muğam elementləri ilə. İnfa zamanı səslənmə hələ ki, qətiyyətli hücumlarla başlayır. Tədricən açılır, dinləyicini hələ ki, tutub saxlayır o. Sonra gedir o. Və necə ki, qatar səslərin muğamında da səslərin axıcılığı və vüsəti ilə seçilir. Mahur hindi parlaqlığı ilə fərqlənir. Keçəcəyik onun növbəti dərsimizdə. Bayatı Qacar da rast ailəsinin igidlik və mətanət səsi kimi çıxış edir. Yəni bu da yəqin ki, aydın oldu belə bir muğamdır. Bayatı Qacar muğamının tam şöbə və güşə ardıcılıqlarından danışaq. Birinci gəlir bərdاشت. O girişdir. Musiqini hərəkətə gətirir. Sonra mayə. Mayə bilirsiniz də əsas təməldir, dayaq pərdəsidir, tonikadır. Üçüncü Hüseyni. Mayədən sonra gələn lirik və təsirli şöbə, yəni ilk şöbə odur. Dördüncü şikəstə-i farsdır. O dramatik, coşqunluq, bir də zirvəyə yaxınlaşdıran güşə mənasındadır. Sonra 5-ci gəlir də, mübərriqə. Orada inkişaf xəttini davam etdirən mühüm bir şöbədir, önəmlidir. Sonra 6-cıda isə zil Bayatı Qacardır. Bu nədir? Səsin yüksək registrdə səsləndiyi bir yerdir bura. Gərginlik artır. 7-ci zəmin xarə. Orada dərin və kədərli, xüsusi özünə məxsus çalarlara malik bir şöbədir. Sonra 8-ci gəlir. 8-ci ruhul ərva. Adı kimi insanın ruhuna oxşar, yəni ruhul ərvah, yəni incə və fəlsəfi güşə mənasına gəlir. 9-cu gəlir Şah Xətai, qədim Aşıq el musiqisi intonasiyalarını xatırladır bizə, qürurlu bir şöbədir. Və qaldı 2 dənə, ki 11 dənədir də burada. İndi keçirik 9-cu dedim də mən sizə Şah Xətai, 10-cuya. Mavərənnəhr. Orada tarixi adını daşıyan şərq üslublu, keçid güşələrdən biridir. Adı biraz qəribə səslənir. Mavərənnəhr kimi oxunur. 11. Ayaq. Burada bütün bu səyahətin yekunlaşdığı, yenidən əsas kökə, mayəyə, yəni qayıdıb orada bitdiyi sonluqdur. Xatırlarsınızsa var idi, rastda da var idi. Mayəyə qayıdış var idi. Baxın bu formada. Yəni, klassik muğam ifaçılığında Bayatı Qacarın daxili hərəkət xətti məhz bu şəkildə qurulur. Ümid edirəm dərsi bəyəndinizsə. Əgər bəyəndinizsə, kanalıma abunə olmağı, videoya like atmağı və bildirişləri açıq saxlamağı unutmayın.
Sonda yenə də həmişə olduğu kimi bu dəfə də Bayatı Qacar muğamı dinləyəcəyik. Hələlik sağ olun, gələn dərslərdə görüşənə qədər.